Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugünkü ödənişsiz dərsimizin mövzusu müəllimin ünsiyyət və əməkdaşlıq bacarıqları olan mövzusudur ki, burada müəllimin necə uşaqlarla ünsiyyət qurması, hansı əməkdaşlıq formalarından istifadə etməsi lazımdırsa, onlar haqqında danışacağıq. Müəllim uşaqlarla ünsiyyət quran zaman, fəaliyyət göstərən zaman bələdçi rolundadır. Burada bələdçi rolundadır deyiləndə nə nəzərdə tutulur? Yəni, müəllim uşağa istiqamət verəndir. Hazır şəkildə cavab verən, hazır şəkildə bilik verən deyil, onu düzgün yönləndirən, istiqamət verəndir. Yönəldici suallar verir, uşaqlara hazır cavab vermir. Bunu biz harda görmüşdük daha əvvəl? Vygotsky nəzəriyyəsində skaffoldingdə görmüşdük ki, müəllim bələdçi rolundadır, uşağa yönəldici suallar verir, müəyyən strategiyalardan istifadə edərək uşağa hansısa biliyə çatmasına kömək edir. Sonra müəllim keçmiş təcrübəni fəallaşdırır. Bu nə deməkdir? Uşaqların əvvəl öyrəndiklərini xatırlamasına və tətbiq etməsinə şərait yaradır. Yəni, keçmiş biliklərin xatırlanması. Daha sonra müəllim nə edir? Bir neçə həll yolu tapmağa sövq edir. Yəni, bu nə deməkdir? Uşaq problemə bir çox nöqteyi nəzərdən baxır. Burada o deməkdir ki, problemi yalnız bir üsulla deyil, müxtəlif yollarla həll etməyi öyrədir müəllim. Müəllim həmçinin uşağın yaradıcılığını dəstəkləyir, təşəbbüskarlığını dəstəkləyir, uşaqların öz fikirlərini ifadə etməsinə, ünsiyyət qurmasına, əməkdaşlıq qurmasına şərait yaradır. Daha sonra nə edir müəllim? Nailiyyət hisslərini gücləndirir. Yəni, uğurlu işlərinə görə sevinc və qürur yaşamalarına kömək edir. Sonra müəllim nə etməlidir uşaqlarla ünsiyyət quran zaman, əməkdaşlıq quran zaman? Fərdi yanaşma tətbiq edir. Fərdi yanaşma tətbiq edir deyəndə nə nəzərdə tutulur? Yəni, müəllimlər, burada bir-iki müəllimin əli ekrana dəyir və PDF-in üzərində yazılar qeyd edirsiniz. Onu mən buradan bağlaya bilmirəm. Zəhmət olmasa ona nəzarət edin. Yəni, ekranı yazmayın, toxunmayın. Sonra dedik ki, müəllim fərdi yanaşma tətbiq edir. Bu nə deməkdir? Bu diferensiallaşdırmadır. Yəni, müəllim uşaqların müstəqilliyini izləyir. Ehtiyac olduqda onların öyrənmə fəaliyyətində müəyyən dəyişikliklər edir. Yəni, fərdi yanaşma, uşağın fərdi xüsusiyyətlərini, fiziologiyasını, psixologiyasını nəzərə almaq. Daha sonra müəllim yaş xüsusiyyətlərini nəzərə almalıdır. Sonra müəllim ünsiyyətin əhəmiyyətini vurğulamalıdır hər daim uşaqlara. İnam, sevgi, hörmət göstərməlidir. Münasibətlərin səmimi və dəstəkləyici olmasına diqqət yetirməlidir. Deməli, qeyd etdik ki, müəllimin rolu nədir? İstiqamət verici bələdçi rolundadır. Müəllim uşağın yerinə iş görməməli, sadəcə ona yol göstərməlidir. Və qeyd edirik ki, müəllim uşaqla ünsiyyət quran zaman bir çox ünsiyyət formalarından istifadə edir. Və bütün ünsiyyət və əməkdaşlıq formalarını quran zaman uşaqlara qarşı inam, sevgi və hörmət göstərməlidir. Və bura aid olan ünsiyyət formaları işçi ünsiyyət forması, idraki ünsiyyət forması və idraki ünsiyyət forması və şəxsi ünsiyyət formasından istifadə edilir. İdraki ünsiyyət forması deyilən zaman nə nəzərdə tutulur? Yəni, idraki ünsiyyət nədir? İdraki ünsiyyət sual-cavab əsasında, yəni ünsiyyət əsasında yaranan problemli vəziyyətləri ortaya çıxarır. Uşaq maraqlandığı sualı müəllimə verir və bu zaman uşağın dünyanı dərk etməsinə, fəallığına kömək edir. Yəni, idraki ünsiyyət nə deməkdir? Sual-cavab. Uşağın idrakında onu maraqlandıran sualların müəllimə verilməsi, müəllimin həmin sualları cavablandırması uşağa kömək göstərməsidir. Məsələn, uşaq soruşur müəllimdən ki, niyə göy qurşağı rəngbərəngdir? Niyə buludlar mavi rəngdədir? Niyə yayda ağaclar, məsəl üçün, güllü, çiçəkli, rəngarəng olur? Baxın, bu ünsiyyət forması, uşağın belə sual verməsi, müəllimin onu cavablaması idraki ünsiyyət adlanır. Deməli, idraki ünsiyyət nədir? Uşaq özünü narahat edən, maraqlandıran sualları müəllimə ünvanlayır və müəllim də həmin cavabların tapılmasında uşağa kömək edir.
Və bu ünsiyyətdə nələr olur? Uşaqlar suallar verir. Deməli, sual verən zaman bu ünsiyyət formasında nə olacaq? Uşağın idraç marağı artır, fəallığı güclənir, yaradıcılığı, müstəqilliyi inkişaf edilir, sərbəst seçim etməsinə şərait yaradır. Deməli, idraki ünsiyyətdə müəllim yalnız öyrədən yox, uşağın fəaliyyətində bərabər hüquqlu iştirakçı olur. İdraki ünsiyyət formasında. Bir daha qeyd edirəm. İdraki ünsiyyət forması sual-cavab formasıdır. Uşaq ona maraqlı gələn sualları müəllimə verir. Yəni uşaq burada dünyanı dərk edir, idrakini işə salır rolu desək. Və uşaq burada müəllimlərə sual verir. Müəllim də həmən uşağın verdiyi suallarını, maraq dairəsini tapmağa, ona köməklik göstərməyə çalışır. Və ona görə buna biz idraki ünsiyyət forması deyirik. Digər ünsiyyət formamız isə işçi ünsiyyət formasıdır. Bu təcrübənin ötürülməsidir. Burada uşağa konkret qaydalar və bacarıqlar öyrədilir. Uşağa birgə işləməyi, plan qurmağı, nəticəni müzakirə etməyi öyrədirik. Məsələn, müəllim işçi ünsiyyət formasında uşağa tutaq ki, kağızın necə düzgün qatlandığını, karandaşdan düzgün necə istifadə edildiyini öyrədir. İşçi ünsiyyət formasında müəllim bilik və bacarıqlarını uşağa yönəldir, ötürür. Bu forma uşağa yeni davranışı, qaydaları, bacarıqları öyrənməkdə kömək edir işçi ünsiyyət formasında. Burada əməkdaşlığın, işçi ünsiyyət formasında əməkdaşlığın faydası nədir? Bu ünsiyyət vasitəsilə uşaqlarda planlaşdırma, məqsəd müəyyənləşdirmə, birgə fəaliyyətin nəticələrini müzakirə etmək qabiliyyəti formalaşır. Müəllim ünsiyyəti yalnız dərs kimi deyil, fərdi qabiliyyətlərin inkişaf yolu kimi görməli, uşaqların bir-birini öyrətməsinə imkan verməlidir. Deməli, işçi ünsiyyətin xüsusiyyəti nədir? Böyüklərlə əməkdaşlıq qurmaq, məqsəd qoymaq, plan qurmaq, iş prosesində əlaqə yaratmaq, nəticəni müzakirə etmək. Həmçinin bu ünsiyyət formasında uşaqların bir-birindən öyrənməsinə də imkan yaradılır. Deməli, işçi ünsiyyət nə oldu? Müəllimin biliklərini, bacarıqlarını uşağa öyrətməsi, uşağa ötürməsi işçi ünsiyyət forması adlanır. Açar sözümüz burada bilik və bacarıqların ötürülməsidir. Sonra digər ünsiyyət formamız isə bizim şəxsi ünsiyyətdir. Şəxsi ünsiyyət həm də himayədar böyük ünsiyyət forması da adlanır. Bu nə deməkdir? Yəni mənəvi dəstək. Burada müəllim uşağın mənəvi dəstəkçisi olur. Uşaq öz hisslərini, səhvlərini müəllimlə bölüşür. Yəni bir növ uşaq burada psixoloji vəziyyətini müəllimlə bölüşür. Məsələn, uşaq dostu ilə küsüb, gəlib dərdini müəllimə danışır ki, məsələn, mən dostumla oyuncaq üstündə küsmüşəm, dalaşmışam, bunu necə həll edə bilərəm? Baxın, bu şəxsi ünsiyyət olur. Müəllim ona məsləhət verərək özünün inamını bərpa edir. Müəllim uşağa məsləhət verir, problemin həllində, səhvlərin düzəldilməsində yardım edir. Uşaq emosional və əxlaqi mövzuları müəllimlə müzakirə edir, hisslərini bölüşür şəxsi ünsiyyət formasında. Burada ünsiyyət formasının xüsusiyyəti problemin həllidir. Yəni müəllim səhvlərin düzəldilməsində uşağa yardım niyyəti ilə yanaşır. Sonra sosial emosional vəziyyət qorunur burada. Uşaq öz fikir və planlarını bölüşərək hadisələrin mənasını dərk edir. Bu da onun məktəbə hazırlığını, özünü qiymətləndirməsini adlandırır, artırır. Nəticədə burada nə olur? Şəxsi ünsiyyətdə sosial dəyərlər formalaşır, hadisələrin mənası dərk olunur, özünə inam, özünə qiymətləndirməni inkişaf etdirir. Uşaq psixoloji vəziyyəti hazır şəkildə olur. Bir daha təkrar qeyd edirəm. Ünsiyyət formalarına aiddir işçi ünsiyyət, idraki ünsiyyət, şəxsi ünsiyyət. İşçi ünsiyyətdə müəllim bilik və bacarıqlarını uşağa ötürür. Hər hansısa bir yeni məlumatı, yeni bir fəaliyyəti uşaqla bölüşür. Məsələn, karandaşın necə düzgün tutulmasını öyrədir, kağızın necə qatlanmasını öyrədir, oyuncaqdan necə istifadə edilməsini öyrədir. Yəni, işçi ünsiyyətdə uşağa yeni davranışlar, qaydalar, bacarıqlar öyrədilir. Məqsəd nədir burada? Uşağa birgə işləməyi, plan qurmağı, nəticəni müzakirə etməyi öyrətmək. Müəllim burada uşağa yeni bacarıq və davranış qaydalarını öyrədir. Uşaq müəllimdən öyrənir, yeni biliklər mənimsəyir. Bu olur bizim işçi ünsiyyət formamız.
İdraki ünsiyyət nədir? Bərabərlik. Yəni uşaq sual verir, müəllim onu cavablandırır. Uşaq maraqlandığı sualı müəllimə verir və müəllim də həmin sualların cavabının tapılmasında uşağa kömək edir. İdraki ünsiyyətdə maraq, araşdırma özünü göstərir. Uşaq onu maraqlandıran, onu narahat edən sualları müəllimə verir. Yəni bu ünsiyyət növü uşağı təlimin subyektinə çevirir. Bu nə deməkdir? Yəni uşaq özü aktiv şəkildə öyrənmə prosesində inkişaf edir idraki ünsiyyətdə. Deməli, məsələn, sual düşə bilər ki, hansı ünsiyyət formasında uşaq təlimin subyektinə çevirir? Bunu biz deyirik ki, idraki ünsiyyət. Çünki burada uşaq özü aktiv şəkildə öyrənmə prosesində iştirak edir, özü sual verir ona maraqlı gələn mövzularda. Şəxsi ünsiyyət nədir? Şəxsi ünsiyyəti belə sadə dildə desək, müəllimlə uşağın sanki dərdini bölüşməsi, dost olması. Məsələn, uşaq özünü nəsə pis hiss edir, psixoloji vəziyyətində bir gərginlik hiss edir və bunu gəlir müəllimlə bölüşür. Həmin problemin həll olunmasında müəllimdən kömək istəyir. Bir növ mənəvi dəstək. Şəxsi ünsiyyətin açar sözü nə oldu? Mənəvi dəstək. İndi gəlin ümumiləşdirək görək. Bu ünsiyyət formalarının bir-birindən fərqi nədir? Yəni biz bunu testlərdə necə seçirik? İşçi ünsiyyətdə müəllim öyrədir, uşaq öyrənir. Hər hansısa bir yeni bir biliyi müəllim uşağa işçi ünsiyyətdə öyrədir. Lor dildə bunu sizə necə deyim, asan yadda saxlamaq üçün? Yəni işçi ünsiyyətdə, məsələn, bizim vəzifəmiz nədir? Tutaq ki, bu gün məşğələmizdə meyvələr, tərəvəzlər mövzusu var. Və mən nə edəcəm? Uşaqlara meyvələri, tərəvəzləri öyrədəcəm. Onların xeyirləri haqqında məlumat verəcəm. Meyvələrin, tərəvəzlərin bir-birinə fərqli cəhətlərini, formalarını, rənglərini öyrədəcəm. Yəni mənim işim nədir bu gün? Uşağa bu meyvənin, tərəvəzin fərqini izah etmək. Bu olur işçi ünsiyyət. Deməli, burada müəllim öz işini icra edir, uşağa öyrədir. Müəllim öyrədir, uşaq öyrənir. İşçi ünsiyyət. İdraki ünsiyyət nədir? Birlikdə araşdırma və yaradıcılıq. Məsələn, uşaq gəlir, milli güşədə məsələn deyək, buta şəkli görür, bayrağın şəklini görür. Bununla bağlı müəllimə sual verir. Bayraqdakı rənglərin mənası nədir? Və yaxud təbiət güşəsində hər hansısa bir bitkini görür, onun adını, onun xüsusiyyətlərini, ona necə qulluq olunması barədə müəllimə sual verir. Bu olur idraki ünsiyyət. İdraki ünsiyyətdə uşaq sual verdikdən sonra müəllim onu cavablayır, öyrədir. Yəni, idraki ünsiyyətdə birlikdə araşdırma və yaradıcılıq əsas məqamdır. Şəxsi ünsiyyət nədir? Dostcasına dəstək, yəni mənəvi dəstək, həyat təcrübəsi paylaşmaq. Tutaq ki, uşaq bugün evdə bacısı ilə dalaşır, bağçaya gələn zaman deyir ki, bəs müəllimə, mən bacımdan küsmüşəm. Bacım məni incidib. Müəllimdən mənəvi dəstək istəyir. Bu isə olur şəxsi ünsiyyət. Həyat təcrübəsi paylaşmaq, mənəvi dəstək, şəxsi ünsiyyət adlanır. Bir daha təkrar deyirəm, bəlkə də sizləri bezdirirəm, amma daha yaxşı istəyirəm yadınızda qalsın. İşçi ünsiyyətdə müəllim öyrədir, uşaq öyrənir. İdraki ünsiyyətdə birlikdə araşdırır, yaradıcılıq olur, uşaq sual verir. Şəxsi ünsiyyətdə dostcasına münasibət, mənəvi dəstək özünü göstərir. Bunlar aid olunur. Sonra, uşaqlarda əməkdaşlıq üsullarının formalaşdırılmasına danışaq artıq. Uşaqlarda əməkdaşlıq xüsusiyyətlərinin formalaşdırılmasında, istiqamətində işlərin bir neçə mərhələdə aparılması məqsəd uyğundur. Birinci mərhələdə emosiyalar və uşağın nitqini zənginləşdirilməsidir. Burada məqsəd nədir? Uşaqlarda müsbət emosional mühit yaratmaq, dostluq, əməkdaşlıq qaydalarını öyrətmək. Birinci mərhələdə necə metodlardan istifadə edə bilərik? Məsələn, mövzu üzrə söhbətlər edə bilərik, emosional təcrübəni zənginləşdirə bilərik, davranış nümunələri göstərə bilərik. Məsələn, əməkdaşlığın birinci mərhələsində oyun nümunələri olaraq güzgülər, məsələn, güzgü oyunu keçirə bilərik, hər hansısa bir heyvanı təsvir et, pantomima oyunu keçirdə bilərik burada. Deməli, burada məqsəd uşaqlarda müsbət emosional mühit yaratmaq, əməkdaşlıq qaydalarını öyrətməkdir birinci mərhələdə. İkinci mərhələdə isə əməkdaşlıq modellərinin mənimsənilməsidir. Bu mərhələdə uşaqlar artıq konkret əməkdaşlıq formalarını öyrənir. Burada məqsəd nədir? Uşağın təkcə dostca davranmağı deyil,
əməkdaşlıq prosesinin qaydalarını, iş bölgüsünü, qarşılıqlı yardım praktiki şəkildə mənimsəməsini təmin etməkdir. Və həmin ikinci mərhələdə biz nəyi öyrənəcəyik? Əməkdaşlıq modellərinin mənimsənilməsi. Yəni əməkdaşlıq modelinin növləri. Bura aiddir birgə fərdi əməkdaşlıq, birgə ardıcıl əməkdaşlıq və birgə qarşılıqlı əlaqə modeli. Birgə fərdi əməkdaşlıq nədir? Birgə fərdi əməkdaşlıq deyəndə burada əvvəlcə ümumi məqsəd müəyyən edilir. Yəni ümumi bir iş çıxarılır ortaya. Hamı bir işin məqsədində razılaşır. Məsələn, yeni il zamanı bütün qrup otaqları bəzənilir, yol kağızı bəzənilir də, aplikasiyalar hazırlayır uşaq. Bunu biz qarşımıza ümumi məqsəd kimi qoyuruq ki, bu günləri yolkamızı bəzəyəcəyik, yolkamız üçün oyuncaqlar düzəldəcəyik. Burada ümumi bir məqsəd qoyuram qrupda. Hamı bir işin məqsədinə razılaşır. Yəni hamı o iş üçün çalışır, qrupu bəzəmək üçün. Hər kəs öz hissəsini müstəqil yerinə yetirir. Yəni burada iş bölgüsü edirlər. Məsələn, biri kağızdan oyuncaq hazırlayır, biri plastilindən düzəldir, biri üçün şarı şişirdir. Yəni iş bölgüsü edilir. Amma hər biri fərdi şəkildə çalışır. Bir ulduz kəsir, digər oyuncaq düzəldir, biri şar şişirdir. Sonra bütün fərdi hissələr birləşdirilir. Hər kəsin hazırladığı hissələr birləşərək, yekun nəticə çıxır, artıq qrup bəzənilir. Şam ağacı, yolka ağacı bəzənilir. Deməli, burada nə başa düşdük? Birgə fərdi əməkdaşlıqda Deməli, birgə fərdi əməkdaşlıqda nə dedik? Ümumi bir məqsəd qoyulur qarşıya. Hamı bir iş üçün çalışır. Hamı fərdi şəkildə yerinə yetirir. Amma sonda onu birləşdirir. Buna biz deyirik birgə fərdi əməkdaşlıq. Birgə fərdi əməkdaşlıq deyirik. Burada razılaşdırma olur. Uşaqlar məqsədi müəyyən edir, işin gedişini planlayır, nəticəni yekunlaşdırır, bir-biri ilə razılaşır. Yəni, birgə fərdi əməkdaşlıqda uşaqlar həm komanda ruhunu öyrənir, həm də öz fərdi yaradıcılıqlarını ortaya qoyurlar. Nəticədə yekun məhsul hər kəsin töhfəsindən yaranır. Hər kəsin burada məsuliyyətindən, işini düzgün yerinə yetirməsindən ortaya çıxır. Digər əməkdaşlıq modelimiz isə bizim adlanır birgə ardıcıl əməkdaşlıq. Birgə ardıcıl əməkdaşlıq nədir? Burada ümumi məqsəd qoyulur, hamı bir nəticəyə çatmaq üçün razılaşır. Məsələn, burada nümunə olaraq yazmışam ki, çiçək toxumlarının əkilməsi və ya qrupun təmizlənməsi. Burada birgə ardıcıl əməkdaşlıqda nə edilir? İşlər ardıcıllıqla yerinə yetirilir. Uşaqların fəaliyyəti bir-birinin davamı kimi planlaşdırılır. Bunu biz harda keçmişik? Baxın, fiziki mədəniyyət məşğələsində konvenyer sözünə yəqin rastlaşmısınız ki, ardıcıl hərəkətlərin yerinə yetirilməsidir konvenyer. Burada da birgə ardıcıl əməkdaşlıqda sanki biz konvenyer görürük. Burada uşaqlar ardıcıl şəkildə yerinə yetirir hərəkətləri, tapşırıqları. Uşaq fəaliyyəti bir-birinin davamı kimi planlaşdırılır. Məsələn, çiçək toxumunun əkilməsi nümunə dedik. Burada biri torpağı hazırlayır, digəri toxumu həkir, üçüncüsü isə onu su verir. Bu konvenyer iş prinsipidir. Hər kəs öz mərhələsini görür. Birgə şəkildə, amma ardıcıl. Mən etdim, mən yeri şumladım, sonra digəri toxum əkdi. Digər uşaq toxumu əkdikdən sonra o bir uşaq həmin o bitki əkilən yeri suladı, ardıcıl yerinə yetirdi. Birgə ardıcıl əməkdaşlıqda. Və yaxud tutaq ki, kağızdan bir oyuncaq düzəldirlər. Biri kağızı kəsir, biri yapışqanla onu yapışdırır, digəri isə ona bəzəklər verir. Nə olur? Birgə ardıcıl şəkildə yerinə yetirir. Burada məqsəd nədir? Vəzifə bölgüsü aparılır. Kim nəyi, nə vaxt edəcəyini əvvəlcədən bilir. Nəticə birlikdə əldə olunur. Ardıcıl fəaliyyətin sonunda yekun məqsəd üçün çalışılır. Harda tətbiq edə bilərik bunu? Rejim anlarında. Məsələn, növbətçilik zamanı, məşğəliyə hazırlıq zamanı yerinə yetirə bilərik və yaxud hər hansısa bir tədbirə hazırlanan zaman. Birgə fərdi əməkdaşlıqdan fərq odur ki, burada birgə fərdi əməkdaşlıq modelində hər kəs öz hissəsini müstəqil görüb sonra birləşdirir. Amma birgə ardıcıl əməkdaşlıq modelində işlər bir-birinin ardınca gəlir. Birgə fərdidə fərdi şəkil edib sonda birləşdirirlər. Birgə ardıcıl əməkdaşlıqda isə sırayla ardıcıl şəkildə.
Bircə qarşılıqlı əməkdaşlıq modelinin əsas məqamları nələrdir? İndi isə bircə qarşılıqlı əməkdaşlıqdan danışacağıq. Bircə qarşılıqlı əlaqə modeli isə uşaqlar artıq müəyyən qədər bircə işləmək təcrübəsinə sahib olurlar. Yəni, artıq bu uşaqlar əvvəlki əməkdaşlıq modellərini qismən mənimsəmiş olurlar. Bu modeldə isə artıq nə olur? Həm aralıq nəticələrin, həm də yekun nəticələrin planlaşdırılması, koordinasiyası, qiymətləndirilməsi olur. Yəni, 3-cü mərhələdə uşaq əməkdaşlığın inkişaf mərhələsində 3-cü səviyyədədir. Bu mərhələdən keçmək üçün uşaq daha əvvəl bircə fərdi və bircə ardıcıl əməkdaşlıq modelindən istifadə etməlidir. Yəni, onu öyrəndikdən sonra bircə qarşılıqlı əlaqə modeli mümkündür. Burada böyük yaşlı qruplardan başlayaraq tətbiq olunur. Kiçik yaşlı uşaqlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ən maraqlı, faydalı və səmərəli fəaliyyət növü oyun sayılır. Bu mərhələdə 3 model tətbiq olunur. Yəni, sonuncu bircə qarşılıqlı əlaqə modelində digər əməkdaşlıq modellərində görürük biz. Burada nə olur? Həm bircə fərdi model olur, həm bircə ardıcıl. Gəlin nümunə ilə göstərək. Bircə fərdi modeldə nə dedik? Hər kəs ümumi işin bir hissəsini tək görür. Sonda hissələr birləşir. Məsələn, bayaq nümunə kimi də qeyd etdik ki, uşaqlar bircə məqsəd üçün tək-tək çalışırlar, sonda onu birləşdirirlər. Bircə ardıcıl modeldə nə dedik? İşlər növü ilə görülür, yəni konveyer. Bircə qarşılıqlı əlaqə modeli isə bunların birləşməsidir, yəni ən mürəkkəb model. Burada uşaq həm işi planlaşdırır, həm də bir-birlərini qiymətləndirməyi öyrənirlər. Yəni, 3 əməkdaşlığın üçünün birləşməsi nəticəsi kimi görürük burada. Əməkdaşlığın şərtləri nələrdir nəticədə? Uşaqlar arasında əməkdaşlığın inkişafı üçün ən yaxşı vasitə oyundur. Əməkdaşlıq üçün məqsədin eyni olması vacibdir, işlərin düzgün bölüşdürülməsi vacibdir, müsbət, səmimi münasibətlər yaratmaq lazımdır uşaqlar arasında. Yəni, oyun vasitəsilə həm bircə planlama, həm qarşılıqlı yardım, həm də nəticəni birlikdə qiymətləndirmə bacarığı formalaşır. Əslində, bu model əvvəlki 2 modelin, yəni bircə fərdi və bircə ardıcılın bir addım irəli səviyyəsidir ki, burada uşaqlar artıq təkcə öz belə deyək də işlərini, hissələrini görmür və ya ardıcıl işləmir. Həm də bir-birinin işinə davamlı şəkildə reaksiya verir, özünü dostunun işinə uyğunlaşdırır, tempinə uyğunlaşdırır, birlikdə nəticəni dəyərləndirirlər. Əməkdaşlıq xarakterizə olunur məkan və müvəqqəti bərabərlik, yəni uşaqların müvəqqəti birlikdə əməkdaşlıq göstərməsi, məqsəd birliyi. Məqsəd birliyi dedikdə isə ümumi bir məqsəd üçün çalışmaq nəzərdə tutulur. Fəaliyyətin təşkili düzgün idarə olunması deyirik ki, yəni uşaqların əməkdaşlığını da müəllim düzgün idarə etməli, düzgün yönləndirməlidir. Funksiyaların, hərəkətlərin, əməliyyatların ayrılması, yəni artıq əməkdaşlıq modellərini, ünsiyyət formalarını fərqləndirmək lazımdır. Və ən sonda müsbət şəxsiyyətlər arası münasibətlərin olması, uşaqlar arasında düzgün dostluq fəaliyyətlərinin bölüşdürülməsi, düzgün emosional mühitin yaradılması nəzərdə tutulur. Mövzunun izahı bu qədər. Mən sizə PDF-də olan demək olar ki, bütün əsas hissələri qeyd etdim. Yəni, bu PDF-i oxumaqla və buna aid testlər də göndərəcəm, sizə qeydlər də göndərəcəm. Onu oxumaqla artıq bu mövzuya aid düşən bütün testləri, bütün tapşırıqları rahat şəkildə tətbiq edəcəksiniz. Və hələ dərsin bitməsinə vaxt qaldığı üçün mən ümumi şəkildə sual-cavab etmək istəyirəm, könüllü şəkildə. Kim sual-cavab olunmaq istəyirsə, əlini qaldırsın buradan. Mən adını çəkim və həmin müəllimi sual-cavab edim. Qarışıq mövzulardan, istənilən mövzudan. Görə ümumi vəziyyət necədir? Kim sual-cavab olunmaq istəyir? Mən istəyirəm. Aha, ad soyadınızı qeyd edin zəhmət olmasa. Zeynalova Gülnari. Aha, əla. Elə sizdən gəlin bu mövzu ilə əlaqəli olan bir mövzunu soruşmaq istəyirəm. Müəllimin kommunikativ qabiliyyəti deyiləndə sizcə nə nəzərdə tutulur? Müəllimin kommunikativ, yəni uşaqların onu cavab verə bilməyəcəm.
Qabiliyyətlər mövzusuna aiddir. Müəllimin qabiliyyətləri var idi, didaktik. Bəli, bilirəm. Kommunikasiya sözünün mənası nədir? Ünsiyyət. Ona uyğun bir Ünsiyyətdir, bəli, ünsiyyətdir. Aha, özünüzdən bir cavab uyğunlaşdıra bilərsiniz. Məsələn, müəllimin düzgün ünsiyyət qurması, düzgün nitq etiketlərindən istifadə etməsi. Uşağın özünü necə aparacağını əvvəlcədən görmək, bilik bacarığı, yoxsa o konstruktiv Hamı ilə dil tapmaq. Yox, siz dediyiniz başqadır, bacarığa aiddir. Burada müəllim uşağın qəlbinə yol tapa bilmək bacarığı, özünü onlara sevdirmək. Bəli, düzgün ünsiyyət qurması. Uşaqlar arasında düzgün münasibətləri tənzim edə bilmək. Bəli. Nəzakətli danışmaq. Bəli, doğru. Sonra valideynlə, ictimaiyyətlə düzgün dil tapa bilmək. Bəs müəllimin işini düzgün sistemləşdirməsi hansı bacarığına aiddir? Ardıcıllıq təbəssüm. Yerdən cavab verməyiz, zəhmət olmasa. Yox. Məsuliyyət. Peşəkarlıq və fərdi məsuliyyət. Məsuliyyət. Məsuliyyət bacarığında müəllimə. Bacarıq o. Bir dəqiqə müəllimlər, hamı yerdən bir danışmasın, qarışıq olur axı bir zəhmət olmasa. Deməli, səsi açıq olan müəllim. Müəllimin, üzr istəyirəm, adınızı unutdum, burada çox müəllim qoşulduğu üçün. Günay müəllimə, bir də sualı təkrarlayardınız. Müəllimin işini düzgün sistemləşdirməsi hansı bacarıqdır? Hansı bacarıq? Maddi bazanı möhkəmləndirmək. Bildim, bir dəqiqə. Hansı bacarıqlar var idi müəllimin? Sayın, yadınıza düşəcək. Qərəzsizlik, yoxsa onlar bacarıqdır? Yox, onlar peşə etikasıdır. Kommunikativ, konstruktiv, didaktik bacarıqlar vardı, desən onlardır. Didaktik qabiliyyətdir. Müəllimin bacarıqları sayırım. Konstruktiv, təşkilatı, qnostik. Bəli, indi mən dediyim işini düzgün sistemləşdirmək hansına aiddir? Burada mesaj bölməsində Konstruktiv. Bəli, konstruktiv. Salam axşamınız xeyir müəllimələr. Hər vaxtınız xeyir. Mən də bir qoşuma. Mən əsas onu demək istəyirəm ki, bir müəllim olaraq biz uşaqlarla ən çox müzakirə zamanında fərdi yanaşma olduqda, uşaq yönümlülüyə canı artdıqda mən şəxsən məşğələlərimdə ona yer verirəm. O daha gözəl, maraqlı və didaktik, hərəkətli bir məşğələ kimi keçirilir, daha gözəl olur. Yəni mənim üçün ən gözəl məşğələdə özünü idarə etmək, müəllimin özünün önə verilməsi məncə bəlkə o ən üstün gəlir mənim üçün. Uşaqlarla fərdi yanaşma deyə. Yəni didaktik kimi oyun səmərəsində məşğələləri keçmək. O qabiliyyətdir, didaktik qabiliyyət. Didaktik qabiliyyət, evet. O qabiliyyətdir. Ona görə soruşur. Bəli, bacarıq bayaq keçdiklərimizdir də məncə. Orada sizi bir sualı bir də təkrarlayardınız müəllimə. Deməli müəllimlər, müəllimin bacarıqları konstruktiv, kommunikativ, qnostik, təşkilatçılıqdır. Təşkilatçılıq. Belə deyək, belə qərara gəldim ki, gələn dəfə bacarıq və qabiliyyətlər mövzusunu keçirim. Mən indi keçdiyiniz dərsdən dedim, bəs sual verəsiniz. Ondan niyə vermirsiniz mənə? Hələ qarışıq verirəm, ona da gələcək. Onu unutmuşuq da, biraz indi bir il olub oxutmuruq. Oxumuşuq, o var, imtahan qabağı oxumuşuq, indi qarışdırırıq. Elə ona görə çalışıram ki, qarışıq köhnə mövzulardan sual cavab edim ki, bilmək istəyirəm, görüm ən çox çətinlik çəkilən mövzular hansısa, gələn dərs onu seçim. Siz ardıcılıqla getmirsiniz ki, məsələn, mən 2 dəfə də qoşuluram dərsə. Xeyr, bu bir aylıq dərs olduğu üçün mən çalışıram ki, vacib mövzuları izah edim, bir aylıq proqram. Başa düşün. Deməli, sonra başqa hansı müəllim sual cavabı olmaq istəyir? Sürayə Nəbiyeva, əlinizi qaldırmısınız. Bəli, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Axşamınız xeyir olsun. Elə sizə bu... Mən deyirəm. Aha. Bəli, bu müəllimənin peşə bacarıqlarının konstruktiv bacarığıdır. Konstruktiv müəllim nə deməkdir? Planlı, proqramlı, hətta bir proqramı olan müəllimədir. Yəni ki, birdən
uşaqlar vəsait hazırlayıbdı. Uşaqlar vəsaiti cırdılar. Bu müəllimə nə etməlidir? Onun əlavə B planı olmalıdır. Ona görə də müəllim əgər əl altında ayrı bir vəsaiti varsa, onlardan video çarxlardan istifadə etməlidir. Və burada bir də ki, müəllimə əvvəlcədən səhvləri görüb uşaqların hansı səhvlər edə biləcəyini nəzərə alıb onları da planlaşdırmalıdır. O səhvləri aradan qaldırmalıdır. Bir də maddi texniki bazayla zəngin etməlidir öz məşğələsini. Burada təşkilatı odur ki, yəni ki, burada vaxt bölgüsü, uşaqlarla həm məşğələdən kənar vaxtlarda, ekskursiyada, gəzintidə, müəllimə yoldaşlarıyla, uşaqlarla, hətta valideynlərlə də düzgün hamı ilə dil tapmaq bacarığıdır. Yəni ki, kommunikativ bacarıqları da var. Sonra təşkilatçılıq odur ki, vaxt bölgüsünü düzgün riayət eləsin. Deməli, hər şeydə düzgün təşkil etmə bacarığıdır ümumiyyətlə müəllimənin. Bu da həm məşğələnin vəsaitlərinin yerli yerində olması, təşkilatçılıq da bu təşkilatçılığa da aiddir. Güşələrdə olan vəsaitlər yerli yerində olmalıdır. Və sonra burada var qnostik bacarığı isə müəllimənin yenilikçi olması, pedaqoji, psixoloji baxımından öz deməli peşəsinə olan yenilikləri bilən müəllim olmalıdır. Bu da həm diaqnostik, həm də kreativ bacarıqlar şəklində də qnostika daxil edilir. İdraki deməkdir qnostik. Yəni ki, müəllimə hər tərəfli olmalıdır. Öz peşəsini dərindən bilməlidir. Yəni ki, uşağın ilkin bacarıqları haqqında məlumatlı olmalıdır. Yeni nələrsə düzəltmək, yeni nələrsə layihələrə əsas qoymaq qabiliyyətidir müəllimənin. Bəli, doğru, əla. Çox gözəl izah etdiniz. Deməli, başqa bir sual. Təlimin təşkilinə verilən prinsiplər hansılardır? Təlimin təşkilinə verilən prinsiplər var, bir də tələblər var. Prinsiplər deməli nəticə yönümlü, şəxsiyyət yönümlü, idrak fəallığı, diferensiallaşma, əməkdaşlıq, əyanilik daxildir. Didaktik prinsiplərlə də eyniyyət təşkil edən nəticə yönümlülüklə şəxsiyyət yönümlülükdür. Burada uşağa bir şəxsiyyət kimi yanaşmaq lazımdır, şəxsiyyət yönümlülükdə. Burada zəruri həyati bacarıqlar və dəyərlər özünə əksini tapır. Zəruri həyati bacarıq nədir? Uşağın idraki, ünsiyyət, psixomotor bacarıqları, yəni ki, böyük, kiçik motor hərəkətləri uşaqların və bir də bura dəyərlər daxildir. Və idrak fəallığı deyəndə burada didaktik prinsiplərdən inkişaf yönümlülüklə əlaqələndirə bilərik ki, yəni orada da uşağın deməli koqnitiv bacarıqları, idrak fəallığı, problem həll etmə bacarığı, deməli idraki fəallıq öz əksini tapır, idrak fəallığında da. Nəticə yönümlükdə isə öz deməli işlərini, məqsədini əvvəlcədən hazır etmək deməkdir. Sonra əməkdaşlıq, yəni ki, burada təhsil üçbucağı nəzərdə tutulur. Müəllimə, valideyn, uşaq, əyanilik isə uşaq deməli gördüyü hər bir şeyi uzun müddətli yadında saxlayırsa, uşağın deməli stimullaşdırırsa, onu marağını daha da artırırsa, bu əyanilikdir. Əla, bu prinsiplərdən diferensiallıq isə hər bir uşağa fərqli yanaşmaq, uşağın fərdi psixoloji, psixofizioloji xüsusiyyətlərini bilmək deməkdir. Bura vakonu da əlavə eləmək olar. Sonra Gardnerin intellekt nəzəriyyələrində aid eləmək olar ki, hər bir uşağın marağına, ehtiyacına uyğun, uşağa öyrənmə fəaliyyətinə uyğun. Yəni vizualdırsa, audialdırsa, kinestetikdirsə, oxuyub yaza bilirsə o yöndən. Bir də ki, Gardnerin nəzəriyyələrinə əsasən uşaqlar, məsələn, elə uşaq var ki, o sözlə bağlı daha çox öyrənir. Eləsi var, hərəkət eləyir, eləsi var, musiqiyə qulaq asarsa, eləsi var, məntiqi, riyazi cəhətdən daha tez qavrayır, bəli. Deməli, bu prinsiplərdən... Yox, elə danışmayın, mən sual-cavab verim, elə izah edin. Bu prinsiplərdən hansını Kamenski qızıl qayda adlandırıb? Əyanilik. Bəli, əyanilik. Təşəkkürlər cavablar üçün. Sağ olun, mənim. Aytəkin müəllim açsın səs zəhmət olmasa. Kim sual-cavab olunmaq istəyirdi başqa? Afiqə İsmailova əlinizi qaldırmışsınız. Səsinizi açın zəhmət olmasa.
yeni mövzunu sual cavab etmək istəyirəm. Görüm kimin nə dərəcə yadında qalıb. Mən istəyərdim yeni dərs. Aha, əla. Adınız nə idi? Salam, axşamınız xeyir Nazlı müəllimə. Hər vaxtınız xeyir. Adınız nə idi sizin? Ülkər müəllimə, mən də istərəm. Aha. Yaxşı. Deyin görün mənə, birgə fərdi əməkdaşlıq deyəndə nə başa düşürsüz? Birgə fərdi, Bəli. birgə əməkdaşlıq, yəni uşaqlarla birgə əməkdaşlıq etməkdir. Ancaq fərdini müəllimə başa düşmədim. Onlar mən deyim. Kim izah edər? Bəli, buyurun deyin. Mən birgə fərdi əməkdaşlıqda ümumi bir məqsəd qoyulur uşaqların qarşısına. Məsələn, yəni yeni ilə hazırlaşırıq, gəlin biz yolkamızı bəzəyək. Burada uşaqlar tək-tək ayrı işlər görürlər, sonra isə o işləri birləşdirirlər, ümumi iş halına gəlir. Bəli. Yəni uşaqlar fərdi iş görürlər, sonra axırda birləşdirilir. Bəli. Əla, doğru. İkincini də deyim. Bəli, deyin. İkinci də idraki ünsiyyətdir. İdraki ünsiyyətdə də əməkdaşlıqdan danışırıq biz. Birgə ardıcıl əməkdaşlıq. birgə ardıcıl əməkdaşlıqda da